Bu bəzi adamlar sizə də zəng edib bütün problemlərini sizə danışırlar, hə? Evimdə belə oldu, işimdə belə oldu, pulsuzam, maşınımı vurmuşam, qarnım ağrıyır, başım ağrıyır, həkimə getmişəm. Deməli bu adamlar bütün bu problemlərini danışandan sonra sən demə yüngüllük tapırmışlar. Bu yaxınlarda bir psixoloq mənə deyib ki, sən ağılsızsan, bu adamların bu problemlərini dinləyirsən telefonda, bütün negativlərini sənin üstünə qusurlar, sonra sən çevrilirsən bir negativ bədbin adama, adamlar quş kimi olurlar, adamlar sanki o bütün negativini payladı, qutardı, quş kimi olur, gedir işinin gücünün dalıca. Təsəvvürə gətirirsiniz, mən bunu indi bilmişəm. Bugündən sonra özümə söz vermişəm. Kim zəng elib mənə problemi haqqında danışacaqsa, elə problemi P hərfini deyən kimi deyəcəm, sağ ol, mənim işim var. Sizə də zəng elib belə problemləri danışanlar var. Siz nə edirsiniz bəs? Oturub mənim kimi siz də qulaq asırsınız.